Avropa İttifaqı Şurası Rusiyaya qarşı sanksiyaların müddətini daha 6 ay uzadıb. Lakin bu hələ son deyil. Ukrayna prezidenti Vladimir Zelenski yeni məhdudiyyətlər üzərində iş aparıldığının da anonsunu verib. Hazırda Avropa İttifaqı Rusiyaya qarşı sanksiya siyasətini həm davam etdirir, həm də yeni mərhələyə hazırlayır və elə son qərarlar və müzakirələr də göstərir ki, Brüssel bu məsələdə geri addım atmaq niyyətində deyil. Belə ki, Avropa İttifaqı Şurası Rusiyaya qarşı tətbiq olunan sanksiyaların müddətini daha 6 ay uzadıbdır və qurumun rəsmi açıqlamasında vurğulanır ki, Rusiya beynəlxalq hüququ pozmaqda davam etdiyi müddətdə Avropa İttifaqı tərəfindən qəbul edilən bütün məhdudiyyətlər saxlanılacaqdır və zərurət yarandığı halda əlavə tədbirlər də görüləcəkdir. Eyni zamanda Avropa İttifaqı Rusiyaya qarşı 20-ci sanksiyalar paketi üzərində də iş aparır. Fransa tərəfinin açıqlamasına görə yeni paket 3 əsas istiqamətə fokuslanacaq. Birinci istiqamət Rusiyanın enerji resurslarının ixracından əldə etdiyi gəlirlərin azaldılması və xüsusilə də kölgə donanması adlandırılan neft daşımalarının məhdudlaşdırılmasıdır. İkinci istiqamət artıq mövcud sanksiyalardan yan keçmə mexanizmlərinin çətinləşdirilməsi. Üçüncü istiqamət isə Rusiya hərbi sənaye kompleksləri ilə əlaqəli olan şirkətlərə, o cümlədən də üçüncü ölkələrdə fəaliyyət göstərən qurumlara qarşı tədbirlərin gücləndirilməsidir. Ən son məlumatlara görə 20-ci sanksiyalar paketi üzrə yekun qərarın yeni il bayramlarından sonra qəbul olunması gözlənilir. Avropa Komissiyasının yeni paketlə bağlı ideyalarının isə yanvar ayında müzakirəyə çıxarılması nəzərdə tutulubdur. Rusiyalı ekspertlərin isə fikrincə Moskva bu sanksiyaların iqtisadi təsirinin artıq əvvəlki qədər güclü olmadığını bilir və Rusiya analitikləri hesab edirlər ki, enerji ixracı alternativ bazarlara yönəlib, sanksiyalarla uyğunlaşma mexanizmləri formalaşıb və yeni paketlər daha çox siyasi təzyiq aləti kimi qiymətləndirilir. Onların fikrincə, Avropa İttifaqının əsas problemi sanksiyaların Rusiya iqtisadiyyatından daha çox Avropanın öz enerji və sənaye sektorlarına təsir etməsidir.